Azerbaycan Respublikası'nda İslam dininin öz yerini tutması böyük tarihi bir hadisedir. Əsrlər boyu bizim xalqımız bu dine bağlı olarak İslam'ın təlimatlarından bəhrələnərək yaşamış, yaratmıştır. 70 yıl müddətində dinimizin yasak olduğu devirde de her bir imanlı adam dini öz qoynunda, öz qəlbində saxlamış ve heç vaxt biz bunu unutmamışıq. İndi ise biz müstəqil Azərbaycan Respublikası, İslam dinine itaat eden Azerbaycanlılar, İslam aleminin bir tərkib hissəsidir. Güman edirəm ki, biz Azerbaycanlılar bundan sonra bütün gelecek nesillere de bu tövsiye olunur. Heç vaxt öz imanımızdan, öz dinimizden uzaklaşmayacağıq ve bu yolu tutarak, bu mənəviyyat mənbələrindən istifadə ederek öz gelecek hayatımızı kuracağız.